Döymə xəmirlə hazırlanan şəkər buraları daha çox bəyənirəm, çünki bir ay qalsa belə boyatlamır. Un olaraq doymaq unundan istifadə edirəm. Şəkər buraların ideal alınması üçün xamanın və yağın yağlılıq dərəcəsini yüksək götürmək lazımdır. Maya isə çay qaşığının ucunda istifadə olunur, gec mayalanan mayadan istifadə edirik. Bu reseptlə 31 ədəd şəkər bura alınır. Bərk xəmir yoğururuq və xəmiri 1 saatlıq isti olmayan yerdə dincəlməyə qoyuruq. 40 qramdan kündələr tuturam. İlk kündədən başlayaraq bütün kündələri yumru formada açıram. İlk açdığım kündədən başlayaraq kündənin kənarına su vurub 3 dolu çay qaşığı içlik qoyub ağzını bükürəm. Hər prosesdə xəmirlərin üzərinə örtülü saxlamalıyıq ki, xəmirlər qurumasın. Diqqət etdinizsə şəkər buraların kənarına iynələyirəm ki, artıq havası çıxsın. İlk içlik qoyduğum kündədən başlayaraq bütün şəkər buraların üzərinə naxış vururam. Naxışlar tam quruduqdan sonra yenidən kənar hissəsini iynələyirəm və soba listinə düzürəm. 140 dərəcə isidilmiş sobada altı həfif qızarana qədər bişirirəm.